Görüş zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, İSESCO-nun baş direktoru Səlim bin Məhəmməd Əl-Maliklə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Tərəflər Azərbaycanın İSESCO ilə elm, təhsil və mədəniyyət sahələrində yeni layihələrin həyata keçirilməsini nəzərdən keçiriblər. Görüşün sonunda Nigerin 3 regionunda münaqişədən zərər çəkmiş qadınların sosial inklüzivliyinə dəstək layihəsi üzrə Heydər Əliyev Fondu və İSESCO arasında saziş imzalanıb. Leyla Əliyeva həmçinin Həmdan bin Rəşid Əl-Məktun Fondunun ali sədri Şeyx Rəşid bin Həmdan bin Rəşid Əl-Məktumla görüşüb. Tərəflər süni intellekt sahəsində əməkdaşlıq, təhsil və sosial layihələrin genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Şeyx Rəşid Heydər Əliyev Fondunun Həmdan İSESCO mükafatına layiq görülməsi münasibətilə təbriklərini çatdırıb. Görüşdən sonra hər iki qonaq Heydər Əliyev mərkəzində nümayiş olunan Mənim dənizlərim, mənim okeanlarım sərgisi ilə tanış olublar. Bu beynəlxalq sərgi iqlim dəyişikliyi, qlobal istiləşmə və həssas ekosistemlər dövründə planetimizin ən həyati ehtiyatlarından biri su mənbələrinin qorunmasının vacibliyini vurğulamaq məqsədi daşıyır.